Bax, bu gördüyünüz bağda maraqlı faktı sizə göstərmək istəyirəm. Baxın, 5 ilin ağacları kəsilib, sonradan başqa bir çeşiddə calaq olunub. Bax, 1 deyil, 2 deyil, 3 deyil və görürsünüz ki, bax, bütün bağ, yəni balaca bir ərazidə deyil. Yəni bütün bax bu cür başqa çeşidə calaq olunub. Baxın. Baxın. Sizcə bunun səbəbi nə ola bilər? Şərh bölümünə bir yazın, zəhmət olmasa. Sizin fikirləriniz mənim üçün maraqlıdır. Yəni nə səbəb oldu ki, bağ sahibi bax bu yola əl atdı və bağı məcburiyyət qarşısında bax bu cür 5 ilin Rozıqulu çeşidindən, yəni ipucu kimi deyirəm, əvvəl onun Rozıqulu çeşidi olub, sonradan isə Story İnərək çeşidinə çevrilib. Yəni bunun müxtəlif səbəbləri ola bilər. Sizcə bu bağda səbəb nə oldu? Yəni niyə sahibkar bax bu cür 5 il əkilmiş bağı kəsdi, sonradan calaq etdi Story İnərək çeşidinə?